Bakının Yasamal rayonunda kafe sahibi ilə müştəri arasında yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə rayonun Dadaş Bünyadzadə küçəsində yerləşən Pratepub adlı kafedə baş verib. Cəbrayıl rayon sakini 1987-ci il təvəllüdlü Nurali icarə əsasında işlətdiyi kafedə masada müştəri qismində əyləşmiş tanışı Elməddinin sərxoş vəziyyətdə ünvansız nalayiq ifadələr işlətdiyini eşidib, ona yaxınlaşaraq hesabı ödəyib, sonra isə kafeni tərk etməsini tələb edib. Bu zaman Nurali Elməddinin hesabı sonra ödəyəcəyini deməsinə görə əsassız mübahisə yaradıb və onu kafedən küçəyə çıxardaraq həmin mübahisəni uzadıb. O mübahisəni daha aktiv münaqişəyə çevirərək Elməddinin sifətinə yumruqla vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İş üzrə izahat verən Nurəli bildirib ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən avtoyuma məntəqəsini və Pratepub adlı iş şəbəkəsini icarə əsasında işlədib. Elməddin mənim işlədiyim avtoyuma məntəqəsində yuyucu işləyib. O bir neçə dəfə işlətdiyim kafedə əyləşib, hesabı isə bəzən sonda, bəzən isə sonradan ödəyib. Bizim aramızda heç vaxt pulla bağlı mübahisə olmayıb deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, hadisənin baş verdiyi dəqiq xatırlamadığı tarixdə Elməddin kafedə masada əyləşdirərək təxminən 5 bakal pivə içib. Əvvəl tək əyləşərək pivə içsə də sonradan Zaur da kafeyə gələrək Elməddinin yanında əyləşdi. Daha sonra isə kafeyə Ramin adlı tanışı da gəldi. Elməddin isə pivə içərək artıq dərəcədə sərxoş oldu və yüksək səslə ünvansız nalayiq ifadələr işlətdi. Elməddinə yaxınlaşaraq sakit olmağını, kafedə müştərilər olduğunu, onları narahat etməməsini irad bildirdim. Lakin Elməddin sakitləşmədi, söyüşlərini davam etdirdi. Mənim də ünvanıma söyüş söydüyü üçün Elməddini vurdum deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Elməddinin sözlərinə görə Nurəli icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində yuyucu işləyib. Həmin avtoyuma məntəqəsindən bir qədər aralıda yerləşən Pratepub adlı kafeni də Nurəli işlədib. Həmin kafedə bir neçə dəfə pivə içmişəm, hesabı isə səhəri gün ödəmişəm. Hadisədən sonra qəzaya düşdüyüm üçün məndə yaddaş pozğunluğu yaranıb. Ona görə də hadisənin təfərrüatlarını xatırlamıram. Lakin təxminən yadımdadır ki, hadisənin baş verdiyi dəqiq xatırlamadığım tarixdə axşam saatlarında avtoyuma məntəqəsini bağlayaraq həmin kafeyə gəldim və kafedə əyləşərək 2-3 bakal pivə içdim. Əvvəl tək pivə içsəm də, sonradan həmin kafeni əvvəl işlədən Zaur da olduğum masada əyləşərək mənimlə pivə içdi. Mən pivə içdikdən sonra sərxoş oldum. Həmin vaxt Zaurla aramızda heç bir mübahisə olmadı deyə o ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, daha sonra kafeyə əvvəllər bir yerdə işlədiyi Ramin adlı şəxs də gəlib. Raminlə aramızda müəyyən bir söhbət olsa da ona nə dediyimi xatırlamıram. Bundan sonra getmək istədim. Nurəli yaxınlaşaraq içdiyim pivələrin hesabını verməyimi bildirdi. Mən də zarafat yana Nurəlini söyərək hazırda pulum olmadığını, sonra verəcəyimi dedim. Bundan sonra aramızda hesaba görə sözlə mübahisə yarandı. Nurəliyə öz aramızda zarafat saydığımız, lakin söyüş hesab edilən söz işlətdim. Nurəli də eyni şəkildə mənə cavab verdi. Lakin daha sonra yenidən nəsə dediyimi xatırlamıram deyə zərər çəkmiş ifadəsində göstərib. Zərər çəkmiş bildirib ki, daha sonra kafenin icarəsi içərisində olan zaman kimsə ona arxadan vurub. Lakin sərxoş olduğumdan məni kimin vurduğunu xatırlamıram. Çünki mübahisə vaxtı Nurəli həmin kafedə tək olmayıb. Kafedə əyləşən Nurəlinin tanışları da məni vurublar. Bu səbəbdən kafenin qarşısından çölə çıxdım və kafenin qapısının ağzında yenə də məni möhkəm zərbə endirildi. Sərxoş olduğum üçün həmin vaxt məni kimin
vurduğunu xatırlamıram. Bu zaman mənim sifətimdən qan gəlməyə başladı. Bundan sonra kafedən getdim. Özümə gəldikdən sonra Daxili İşlər Nazirliyi 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim deyə zərərçəkmiş şəxs ifadəsinə belə yekun vurub. Yasamal rayon məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət məcəlləsinin 127.2.3-cü ümumi təhlükəli üsulla və ya xulqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilib, hökmə əsasən Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq edilib, təqsirləndirilən şəxs cinayət məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.